Bu dünyada tam xoşbəxtlik yoxdur. Bu dünyada müvəqqəti xoşbəxtlik var. Çox istədiyin bir şeyə qovuşursan, bir müddət xoşbəxt olursan. Hətta mümkün də hələ bir dənə xoşbəxt olursan ki, o necə deyirlər, komer düşürsən, heç hiss eləmirsən xoşbəxtlik necə oldu, ilişib qalırsan. Hal aparır səni. Amma o da bir müddət olur. Nə qədər əl çatmaz, nə qədər gözəl bir arzu olursa olsun, o da adiləşir sənin üçün. Xoşbəxtlik bu deyil. Xoşbəxtlik üçün şərtlər var ki, bütün istədiklərinə çatasan və çatandan sonra sənin üçün adiləşməsin və onu itirmək qorxusu olmasın, əbədi olsun səninlə, ged-gedə artsın. Bunlar da bu dünyada mümkün deyil. Bu ancaq axirətdə mümkündür. Burada elə şey olmur. Burada hardasa bu günü yaşayırsan, bu anı yaşayırsan, bu gün hər şey əladır, bu gün xoşbəxtəm və salam. Amma sabah nə olacaq? Adam var ki, bir şeyin arzusundadır ki, ona qovuşsun. Xoşbəxtliyini onda görür, qovuşur, xoşbəxt olur, sonra həmən şey onu bədbaxt edir. Bunu biz yüzlərlə misal gətirmək olar bu haqda və biz bunları görə gəlirik.